Xeyir söz, xeyir fikir, xeyir əməl, doğru söz, doğru fikir, doğru əməllə ürəyinizdə ata günəş olsun əziz dostlar. Əvvəla onu qeyd edeyim ki, 2019-cu ildə dekabr ayında Milli Fədailik Hərəkatı təsis ediləndən sonra biz ənənəyə sadiq qalaraq hər il 10 mayda və dekabrın 15-də Azərbaycan Respublikası 3-cü Prezidenti Heydər Əliyevin məzarlığını ziyarət edirik və bu ziyarətimiz əsasında biz bu və digər şəkildə Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə, Milli Məclisi ilə və müxtəlif qeyri-hökumət təşkilatları ilə, gənclər təşkilatları ilə birgə bu ziyarət təşkil olunur və biz təbii ki, Heydər Əliyevin Azərbaycan xüsusi xidmət orqanlarının, Milli Təhlükəsizlik Nazirliyinin və Dövlət Təhlükəsizlik Xidmətinin yaradılmasında xidmətlərini hər zaman qeyd edirik və hər zaman Dövlət Təhlükəsizlik Xidmətinin xəttinə uyğun siyasət yürütdüyünü və bu siyasətin davam etdiyini xüsusi qeyd edirik. Və biz Milli Fədailik Hərəkatı beyin mərkəzi olaraq bir çox kəşfiyyat məlumatlarını və Rusiyanın xüsusi xidmət orqanları ilə, İran xüsusi xidmət orqanları ilə əməkdaşlıq etmirik və bu bizim milli maraqlarımıza ziddir və biz hətta Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıq etmirik. Bu bizim Türk dünyasına və Türk dövlətlərin xüsusi xidmət orqanları ilə əməkdaşlığımızın daha sağlam olduğunu və daha çevik olduğunu göstərir. Və bizim apardığımız təbliğatın nəticəsində ölkə prezidenti İlham Əliyev bizim doğma 2020-ci il 10 noyabr sazişi ilə işğaldan azad olunan Ağdam şəhərinə səfərinin və bu səfər təbii ki, Azərbaycan Respublikasının 3-cü Prezidenti Heydər Əliyevin anadan olmasının 102-ci il dönümündə təsadüf etdi və biz bu məsələlərə obyektiv və neytral mövqedən yanaşırıq və biz dəfələrlə Dövlət Təhlükəsizlik Xidmətinə Rusiyanın xüsusi xidmət orqanlarının Azərbaycanda rəsmi dil kurslarında Rus dilinin təbliğ olunmasının yol verilməz olduğunu və bu Azərbaycan Respublikasının Konstitusiyasının 21-ci maddəsinə zidd olduğunu bir daha elan etmişik. Və biz hətta xalq artisti, SSR xalq artisti, Azərbaycan SSR-nin xalq artisti Seyidlər Əkbərzadəyə məxsus olan səhifədə belə bu barədə etirazımızı bildirmişik və küçə yürüşlərimizdə bu barədə Rus dilində danışan, Rus dilində Azərbaycana səfər edən insanların antimilli olduğunun, anti-Azərbaycan şəbəkəsinə, Rusiya xüsusi xidmət orqanlarına bağlı olduğunu Dövlət Təhlükəsizlik Xidmətinə məruzə etmişik. Əlbəttə ki, cənab Prezident İlham Əliyev Azərbaycan dilində danışır, Azərbaycan dilində xalqa müraciət edir və Ağdama səfər zamanı həm Ağdamın Qarabağ, Ağdam həm də tarın vətənidir. Ağdam həm də bizim ölməz sənətkarlarımızın, muğam ifaçılarımızın və təbii ki, bizim Səxavət Məmmədov kimi bir sənətkarımızın dünyaya boya başa çatdığı bir yerdir. Ağdam həm də bilirsiniz ki, bizim Süleyman Ələsgərovun da yaşadığı bir yer olub və Ağdam həm də muğam məktəbinin, muğam sənətinin inkişafında Ağdam şəhəri çox əvəzsiz rol oynayıb. Həm də Qarabağ xanlığının, yəni bizim babalarımızın, mənim şəxsən babalarımın qurub yaratmış olduğu Qarabağ xanlığının mərkəzindən biri olub. Və biz dövlətimizə, millətimizə, xalqımıza bağlılığımız da bundan qaynaqlanır və biz əlbəttə ki, bizim babalarımızın bizə miras qoyduğu Azərbaycan Xalq Cümhuriyyətinin və onun silahdaşlarının Azərbaycan tarixində əvəzsiz rol oynayan Milli Azadlıq Hərəkatının lideri
ölməz prezidentimiz Əbülfəz Elçibəy yolunu sürətlə və şərəflə xidmət edirik və biz Heydər Əliyevin əziz xatirəsinin, Heydər Əliyevin Azərbaycana miras qoyduğu dövlət təhlükəsizliyinə və milli maraqlarımıza zidd olan hər hansı bir addımı atmamışıq. Hətta Azərbaycan milli maraqlarına zidd olan rus dilinin Azərbaycanda yayılmaması, Azərbaycan Respublikasının dövlət dilinin, ana dilimizin qorunub saxlanması üçün əlimizdən gələn mübarizəni aparırıq. Və çox ciddi terrora məruz qaldıq. 2024-cü ilin dekabrın 28-də Azərbaycan Respublikasının dövlət təyyarəsi terrora məruz qalanda biz bunu qəza yox, terror elan etdik. Hətta bu terrorun baş verməsində Rusiyanın silahlı qüvvələrinin ali baş komandanı Vladimir Putin olduğunu dedik. Hətta bu hadisənin planında ölkə prezidenti cənab İlham Əliyevin Russian Today kanalında söylədiyi məsələləri, xüsusilə orada Tataristan, Başqırdistan, Çuvaşiya və digər Rus əsarətində olan türk xalqlarının müstəqilliyi və Dağlıq Qarabağda, Cənubi Qafqazda KAMAZ avtomobil sənayesinin yaradılması və Qara Dəniz üzərindən Cənub qaz dəhlizinin Ukrayna ərazisinə, Gürcüstana, Moldovaya, yəni Quam çərçivəsində iqtisadi bir inkişafa xidmət edədiyini bir daha qeyd elədik. Heydər Əliyev bizim üçün kimdir? Heydər Əliyev haqqında Azərbaycanı Avropaya inteqrasiyaya doğru siyasət yürüdən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün Ağdərədə, daha doğrusu Ağdamda və Füzulidə Xocadiz əməliyyatının Zəngilan batalyonunun hesabına həyata keçirən bir ali başkomandan, Sadvalçıların və Talışman Respublikasının yaratmış olduğu Rusiya və İran xüsusi xidmət orqanlarına qarşı aparılan mübarizədə Azərbaycanda 93-cü ilin iyun ayının 4-də qanunsuz hərbi birləşmələr yaradaraq Sürət Hüseynov Azərbaycan Respublikasının demokratik yolla seçilmiş Əbülfəz Elçibəyin qiyamın qarşısının alınmasında, qiyama siyasi qiymətin verilməsində Heydər Əliyevin əvəzsiz rolu var. Heydər Əliyev məhkəmə hakimiyyətinin müstəqilliyini və 1995-ci ildə qəbul olunan 18 oktyabr dövlət müstəqilliyi haqqında Konstitusiya aktına və 28 may İstiqlal bəyannaməsinə söykənən Konstitusiyamızın qəbul olunmasında əvəzsiz roluna görə və hər gün biz Konstitusiyamızda bütün 158 maddənin hər birinin əməl edilməsində biz vətəndaş olaraq 5 dəfə qalib gələn İlham Əliyevin hər halda xələfi sayılan 2 dəfə prezident seçilən Heydər Əliyevin həm də Naxçıvan Muxtar Respublikasında 17 noyabrda dövlət müstəqilliyi haqqında Konstitusiya aktının və Naxçıvanda Rusiyanın xüsusi xidmət orqanlarının ləğv olunması, Naxçıvanın tam müstəqil bir dövlətə, tam müstəqil bir muxtariyyətə çevrilməsində və SSR dövründə Rusiya kəşfiyyatına sızaraq general rütbəsinə qədər yüksələn bir türkün və təbii ki, SSR-nin tam olaraq 70-ci illərdə türk xalqlarının inkişafında, türk xalqlarının oyanışında və Baltikanı ölkələrdə yaranmış olan müstəqillik arzularının və Latviyanın, Litvanın, Estoniyanın müstəqilliyinin əldə edilməsində, Gürcüstanda və Ukraynada, Moldovada demokratiyanın rüşeymlərin yaradılmasında və onların müstəqillik arzularının gerçəkləşməsində Heydər Əliyevin əvəzsiz rolu var. Heydər Əliyev SSR miqyasında yox, bütün Şərqi Avropa miqyasında, Türk dünyasında böyük şəxsiyyətdir və hər bir prezident, demokratiya yolundan irəliləyən ölkələr bugün Heydər Əliyevin əziz xatirəsini yad edirlər və Heydər Əliyev dünya şöhrətli bir şəxsiyyətdir. Heydər Əliyev mənim üçün Mustafa Kemal Atatürk, Əbülfəz Elçibəy və Rəsulzadədir. Şah İsmayıl Xətaidir. Çünki Heydər Əliyevin siyasi kursu da məhz Rəsulzadə, Elçibəy yoluna, Atatürk yoluna dayanır. Atatürk kimi ölkəni
hüququ dövlətə çevirən və xarici dövlətlərə, yad ellilərə qarşı mübarizə aparan və yad ellilərə qarşı mübarizədə qalib gələn, əyilməyən, heç bir düşmən dövlətə əyilməyən bir şəxsiyyətdir. Heydər Əliyev heç bir zaman Rusiyanın işğalına barışmayan və işğalı ilə mübarizə aparan, sivil mübarizə aparan, hüquqi mübarizə aparan böyük şəxsiyyətlərdən biridir. Əlbəttə ki, onun siyasi intellekti və siyasi təcrübəsi, kəşfiyyat təcrübəsi və özünü Oğuz